Soyuğa və istiyə qarşı izolyasiya olunan avtomobil batareyaları alışa bilər. Hibrid və plug-in hibrid avtomobillər qənaətli olduğu qədər də həssasdır. Xüsusən batareya sistemi avtomobilin alt hissəsində yerləşən modellərdə sürücülər qış aylarında qustar üsullar əl atırlar. Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, məqsəd batareyanı soyuqdan və zərbədən qorumaq olsa da, nəticə çox vaxt faciəvi olur. Bəzi avtomobillər var ki, daha çox hibrid avtomobillər və plug-in hibrid avtomobillərdən söhbət gedir. Baterika sistemi aşağıda olan avtomobillərdən. Buna Azərbaycanda da var, dünyada da var belə bir şey ki, soyuq aylarda ya avtomobilin altını vurmamaq xatirinə izolyasiya edirlər ki, avtomobilin alt hissələrindən harasa dəyərsə bu qorunsun deyə örtüklər. O altına qoyulan örtüklərin üzərinə maçarka qoyduqlarına görə, ya bəzi yanıcı vasitələr qoyduqlarına görə, baterikada bilirsiniz, isinmə biraz artıq olduğuna görə başlayır avtomobillərdə alışmalar baş verməyə. Usta bildirib ki, batareya bloklarının zavod tərəfindən müəyyən edilmiş soyutma və isitmə balansına edilən istənilən müdaxilə onun ömrünü də kəskin azaldır. Qustar üsulla edilən izolyasiya nəinki faydalı olur, əksinə elektrikli avtomobillərdə enerji itkisinə və texniki nasazlığa yol açır. Bateriyaların qoruyucu vasitələrlə örtülməsi baterikanın ömrünə də gətirib azalda bilir. Bateriya misal üçün deyək, qış aylarında biz bunu qoymuruq ki, soyusun, isti saxlasın deyə qoruyucu örtüyü ilə. Bəs bunu yay aylarında necə? Yay aylarında baterika həddindən artıq isindiyinə görə bunun ömrünü də azaldır və getdiyi intervalı da azalda bilir. Misal deyək, avtomobilin uyğundursa bu 200 km gedəcək, bunu qış aylarında yendirir 100 km-ə, yay aylarında da bunu əksinə qaldırır 120-130-da saxlaya bilir. Amma bu düzgün hal deyil. Dəniz Ağabəyli əlavə edib ki, yanğınların tək səbəbi batareya izolyasiyası deyil. Avtomobillərə quraşdırılan əlavə avadanlıqlar da elektrik sisteminə artıq yük salır. Düzgün çəkilməyən naqillərdə yaranan qısa qapanma saniyələr içində avtomobili külə çevirə bilir. Kənan Qafar, Ramil İbrahimov, Xəzər xəbər.